Müharibə cinayətlərində təqsirləndirilən 16 şəxs barəsindəki cinayət işlərinin ibtidai istintaqı yekunlaşdırılıb. Bu barədə Baş prokuror Kamran Əliyev Xankəndidə Heydər Əliyev və suveren Azərbaycan mövzusuna həsr olunan konfransda deyib. Bildirib ki, həmin cinayət işləri aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib və həmin cinayət işi üzrə məhkəmə baxışı keçirilir. Xankəndi şəhər prokuroru Rəşadət Orucovsa, ölkənin bütün ərazilərində olduğu kimi azad edilən ərazilərdə, həmçinin Xankəndidə cinayətkarlığa qarşı qanunun qorunması ilə bağlı bütün tədbirlərin görüldüyünü vurğulayıb. Qeyd edib ki, bundan sonra da həmin ərazilərdə cinayətkarlığa qarşı zəruri tədbirlər davam etdiriləcək. Baş Prokurorluğu və Elm Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Qarabağ Universitetində Ulu Öndər Heydər Əliyev və suveren Azərbaycan mövzusunda konferans başa çatmışdır. Bildirmək istəyirəm ki, suveren Azərbaycanın bütün ərazilərində olduğu kimi işğaldan azad olmuş ərazilərdə, o cümlədən Xankəndi şəhərində cinayətkarlığa qarşı mübarizə, qanunun alinin təmin olunması ilə bağlı bütün tədbirlər görülür və gələcəkdə də bununla bağlı bütün zəruri tədbirlər görüləcəkdir.